Salam değerli izleyicilerimiz, Bilə qəsəbəsi Binə Safozda 160 nömrəli marşrutu avtobusun düz axırıncı dayanacağının yanında, Koroğlu metrosundan gələn marşrutun düz axırıncı dayanacağının yanında, yəni çox gözəl asfalt yoldan bir 50 metr aralıda belə bir şəxsi tikili ev deyirəm hadisə. Bir 200 kvadrata yaxın olar. Bax belə bir evdir. 3 dənə yataq otağıdır değerli izleyiciler. Baxın, böyük yataq otaqlar 5'in 5'ə, 5'in 6'ya. Bax bu 6'nın 6'dan da çox, 6'nın 5'ə. Görürsünüz, bu ikinci bir yataq otağıdır. Zal elə bir 10'un 4'ü olar. Bu üçüncü bir yataq otağıdır. Yəni məsləhətdir istəyənlərdən. Böyük kvadratla, böyük ailə üçün. Həyətini də göstərirəmsə, həyəti də özündən gözəl. Bu da evimizin xunasıdır. Bəlkə yanılmaz bir 6'nın 4'ə belə bir xunasıdır. Görürsünüz, dəyərli izləyicilərimiz. Çox qəşəng bir evdir. Bax, qapılarına kimi hamısı ağ qapılar qoyulub. Aboylar da hamısı göz oxşayan, yəni zövqə uyğun aboylardır. Lüstrlərinə kimi hamısı asılıb, otaqların lüstrləri də asılıb. Çıxan kimi böyük belə bir plaşatkadır. Elə burada bir hələ evdir. Bax, buradan cam balkon da eləmək olar. Görürsünüz. İstipoldur. Evimiz istipoldur. Hamam fəaliyyətdə istipoldur. Qaz sayğacı, işıq sayğacı hamısı var. Qaz düz kombinin yanına kimi çəkilib, hazırdır. Evimizin hamam fəaliyyəti, aksesuarlar da qoyulub, geniş hamam fəaliyyəti. Yəni balaca bir şey deyil ha. Yəni məsləhətli böyük bir hamam tualeti. Kürsüsü demək olar ki, burada 4 daş kürsülüdür, həyət dolub. Yəni 2 daşda həyət dolub. Yəni evimiz köhnə tikili olub. Giriş qapısı da burdandır. Evimizin su çəni, gidrofonu, yəni artezyan quyusuna kimi hamısı var. Üstü də şiferdir, dada baba qaydası ilə. Görürsünüz, azves. Baxın. 4 sotun içində yerləşir evimiz, dəyərli izləyicilərimiz. Qiymət 83 minə, 95'dən salındı 83 minə. Amma reallıq olsa yenə razılaşmaq olar. Yəni məsləhətli, böyük kvadratın ev istəyənlərin nəzərinə, avtobus dayanacağına yaxın bir yerdə. Çox sağ olun dəyərli izləyicilər.